Bir sual da var, çox məncə aktual olan suallardan biri. Deyir ki, bank kredit faizi ödəməsini verdiyi müddəti sona qədər eyni faizlə ödətdirir. Axı deyir, ödədikcə məbləğ azalır, faiz də azalmalı deyildirmi? Soruşur dinləyicimiz. Demək, vətəndaşlarımızın belə deyim də, ən diqqət etməli olduğu məqamlardan biri adətən bu banklarla bağlı belə deyək də, baxmayaraq ki, ölkədə bu qədər maarifləndirmə işləri həyata keçirilir, vətəndaşlara çox saylı çağırışlar, müraciətlər olunur ki, banklardan, bank olmayan kredit təşkilatlarından kredit alarkən, hansısa bir borc məqsədli bir müqavilələr bağlayarkən mütləq şəkildə o müqavilənin şərtlərini oxuyun. 95% hallarda mən şəxsi təcrübəmdən belə bir qənaətə gəlirəm. Vətəndaşlar heç bir formada bu müqaviləni oxumurlar. Çünki həmin anda həvəsli olurlar o məbləği əldə eləməyə və yaxud da tam tərsinə məcbur qalırlar. Hansısa bir çətinlik prosesi, çətinlik olur həyatlarında. Heç o müqavilənin şərtləri onların marağında belə olmur ki, müqavilədə nə yazılacaq və bir də bizim yenə də hüquqi çox təəssüflər olsun ki, məlumatsızlığımız, savadsızlığımızdan ümumi olaraq elə bilirik ki, bir bankdan hətta bizim belə bir vətəndaş da müraciət eləmişdi ki, mən bundan əvvəl başqa bir bankda kreditim olub, orada belə bağlamışam, bu formada hesablanıbdır. Xeyr, bu qanunvericiliklə işin tənzimlənən halları tamam başqadır və müqavilə ilə bankla bağlanan kredit müqaviləsi ilə tənzimlənən şərtlər başqadır.